белку, полумесяц проплыл, наша спелодинка, а глаза любовь. А эта девушка меня с ума свела, разбила сердце мне, а покоя взяла. Çox dəbdəbəni sevənlər, yoxsa yox? Parlaqlığı sevəndir. İlk çox gənc yaşlarında şöhrətə nail olur. Və daha çox parlaqlığı. Nəyə qarşı? Özünə qarşı yoxsa yox? Evinə qarşı, özünə qarşı, şəraitinə qarşı. Yox, şəraitinə yox. Yəni evdə bütün düzünü siz yaradırsınız, yoxsa anar? İradə. Yox. 100%. İradə. Mən, bilirsiniz, mən Да он безразличный человек в этом отношении. Кровскоши к этому нормально, комфорт. Абсолютно мне. К еде. Ну, главное, стены, крыша и все. Я не ем А все остальное... там, бананы, могу только одну вещь там в жизни, никогда в жизни даже не пробовал, это бананы. Остальное, все, что можно, могу попробовать, поесть, мне все равно. Не, ну дело не только в еде, вообще. В еде, в обстановке нормально. В условиях. Нет, он... Sən evdə hər hansı bir şey çatışmır, hiss eləyir ki, anar o yoxdur. Yox, gərək ona demək ki, bax, bu yoxdur, məsəl üçün. Onu gərək gətirməyə almaq, ya sozdать что-то. Anar, istəyirdin ki, oğlun da sənin yaşadığın ömrü yaşasın? İstəyərdim. Evet, istəyərdim. Bəs hansı mənfilikləri o siyahıdan çıxmaq istəyərdim? İndi çox çətindir bunu demək Məsələn, hansı. özünə tez-tez hesabat verirsən. Hər bir mərhələnin, yəni hər bir ay mənim üçün. İndi bilirsiniz, indi 27-30-una qədər, 27 yaşımdan 30-una qədər əlbəttə hər bir ay hər bir mərhələdir. Yəni sadəcə olaraq da indi bunu biraz sadələşdirirəm. Əlbəttə bilirsiniz, indi mən bunu deyə bilmərəm ki, bəlkə bilirsiniz, mən hesab edirəm ki, bu mənfi bir cəhətdir, amma 3 ildən sonra deyərəm ki, yox, bu mənfi deyil, bu normal bir müsbət. Yəni bilirsiniz, nə arzulamısan? Nəyi? Öz həyatında nə arzulamısan həmişə? Arzulamışam ki, ailəm, mənim yaxınlarım, adamlar sağ-salamat olsunlar, onlarda böyük problemlər olmaz. Problem olsun, amma böyük problemlər olmaz. Onu arzulayıram. İradə xanım, anarın ən böyük problemi nə olur? Səhər durmaq, yuxudan durmaq. Mən deyə bilmərəm ki, onların bir böyük problemi olur. Yox, böyük yoxdur. Ümumiyyətlə, onun üçün ən böyük problem nədir? Problem deyə bilmərəm, deyə bilərəm ki, nəyi xoşlamır, nəyi xoşlayır, bax. Xoşlamır ki, bir səhər durmağını necə edəcək, onu xoşlamır. Ondan sonra problemi olur ki, bir adam, məsəl üçün, yaxın adamı, bu adamın bir problemi olsa, ya da ki, narahatçılığı olsa, sağlıq, salamatlıq olur, problemi olmur yaxın adamların özünün. Amma belə böyük bir problemi yadımda deyir ki, belə bir olur. Hər hansı bir hərəkətinə tezmi qərar verir? Anar вообще такой человек, что он, как он сам вот недавно сказал, о том, что есть у азербайджанцев такая черта, что тут hər şey yaxşı olacaq. Он действительно такой же. У меня может быть какая-то проблема, я могу поделиться с ним, сказать, что вот как это будет, что будет. Он скажет, не переживай, все будет нормально, все придет своим чередом. То есть он для себя эти проблемы не видит, не создает никогда. И действительно так и получается. Я, допустим, могу подумать о том, как разрешить эту проблему. Буду сидеть днями об этом думать.
А как он скажет, что вот само собой это получится, не надо переживать, все равно итог будет нормальный. Действительно так и получается. И потом уже задним числом думаешь, это же не проблема была. Məhsul bir post sənə etibar olunsaydı, razılaşardın? Yox, indi yox. Bilirsiniz, birinci növbədə nəyə görə? Çünki mən yenə deyirəm, mən cavanam. Bu birincisi, gəncəm. Mən özümə hesab edərdim ki, mən bəzi adamları, hansı ki mənə etibar eləyən bu postu, mən onları podvazit eləyə bilərəm. Özümdən, yəni təcrübəsizliyimdən, bəzi şeyləri başa düşməyimdən. Yəni mən bunu çox obyektiv qəbul edirəm. Obyektiv, bəlkə 3 ildən sonra, 2 ildən sonra, bəlkə 1 ildən sonra mən deyərəm, bəli, mən hazıram. Və mən deyərəm, belə bir adamam ki, mən deyərəm belə bir şeyi. Mən hazıram, bəli. Amma indi mən hazır deyiləm. Yaşında populyar olmuşsan. Yəni, yaxşıdır, ya pisdir bu. Yəni, necədir? Bilirsiniz, belə bir dəfə çox maraqlı Valentina Leonçeva belə bir viduşi var idi. Yəni, Qastyaq Uskaski aparırdı o Ostankinada. Onda bir yaxşı müsahibədə mən oxumuşam, deyir ki, populyarlıq deyir, əvvələ çox sən şənlənirsən və şad olursan, xoşbaxt olursan ki, səni tanıyırlar. Sonra bu populyarlıq tamamilə əksinə, sən hər şeydən ki, səni tanıyırlar, sənin belə, sən hissənirsən, əsəbləşirsən ki, hər yerdə. Sonra isə üçüncü mərhələ başlayır ki, hansı ki, sən fikir vermirsən. Yəni, səndə hansı mərhələdir? İndi məndə soyuqanlıqdır, tamamilə, yəni, mən fikir vermirəm ki, məni tanıyırlar, tanımırlar. Yəni, belə, nə hissənirəm, nə də şad oluram ki, məni tanıyırlar. Əlbəttə, bəzi yerlərdə, misal üçün, toylarda tanıyanda, bəzi böyük məclislərdə məni tanıyanda, belə, yəni, yəni, toylarda, ad günlərdə, bəzi bayramlarda tanıyanda çox yaxşı olur. Amma, misal üçün, cuma axşamlarına, misal üçün, məclislərə girəndə başlayır, hamısının, deməli, sifətində təbəssüm və deyirlər, KVN nə oldu? Molla da, deməli, duvasını oxuyur. Sən də KVN-dən başlayırsan, səni soruşurlar KVN-dən. Yəni, bu tamamilə, yəni, burada iki hiss keçirə bilərəm mən. Amma, yəni, əksər hallarda, əlbəttə, mən indi fikir vermirəm, yəni, öz populyarlığıma. Ailə nədir? Ailə, bilirsiniz, bəlkə mən demək olar ki, bu həqiqəti hamısı bilirlər. Məndə o mənada ki, mənim üçün ailə qaladır. Mən bilirəm ki, yəni, ailə belə bir anlayışdır ki, sənin dayağındır. Yalnız qaladır. Sizin üçün ailə nədir? Hayat. Я считаю, что вот в моей семье, в моих, уже, можно сказать, детях, до этого недавнего времени у нас был один ребенок, а сейчас уже двое. Как-то осознать это немножко сложно пока. Но в моих детях, в моем муже это жизнь. Я не представляю себе вот нормальную, полноценную жизнь. Там параллельно будет и работа, и все другие развлечения, удовольствия. Но вот мой отдых полноценный, это отдых с моей семьей. Bugün Anarın ad günüdür. Nə almışsınız ona? Yaxşı bir hediye almışam. Söyləyə bilərsin. Yox. Yox deyə bilmərəm, çünki mən ona hələ bağışlamamışam bu şeyi, hədiyəni. Ona görə də sizə söyləyə bilmərəm. Ana, biz səni təbrik edirik. Çox sağ olun. Yəni, doğrudan da bilseydik ki, ad günündür, biz də gözəl bir hədiyəmizi gətirərdik. Amma ev sizin sir bizim üçün ən böyük hədiyəmizdir. Çox sağ olun.